Əziz məntiq sevərlər, bugün mən sizlərlə Elsəvər Vəliyev 4-5-ci sinifdən 4-cü sinif LGS onun izahını paylaşacağım. LGS onun riyaziyyat hissəsini paylaşmışdıq. Riyazi məntiq hissəsi qalıb. Deməli, başlayaq birinci sualdan. Birinci sualda deyir ki, aşağıdakı toplama əməlində boş xanalara yazılacaq rəqəmlərin cəmini tapın. Biz bilməliyik ki, 6-nın üzərinə neçə gələndə 13 eləyir. Buraya yazıram 7. Buraya yazıram 0. Çünkü 7'nin üstə 0 geldi 7. Bir de ya da 8. 1'in üstə 9 geldi 10. 0 yazıram bir yadda. 8'in üstə 5 gəlirim 13. Bir de yadda 14. Bir yadda 6'nın üstünə 4 gəlirim 10. Bir de yadda 11. Və bizə deyir ki, boş xanaların yerində yazılacaq rəqəmlərin cəmini tapın. Baştan başlayaq. 1 plus 4 plus 5 plus 0 plus 0 plus 7. Eləyəcək 5, 10, 17. A variantı. İkinci sual. Aşağıdakı şəkildə hər hansı iki bitişik kvadratın daxilində yazılan ədədlərin cəmi həmin kvadratların üstündəki kvadratların daxilinə yazılır. Cəmi, məsələn, bura 5'dir. Bura 4'dür. 5 ilə 4'ün cəmi 9'dur. 9 ilə 9'un cəmi 18'dir. 9 ilə 7'nin cəmi 16'dır. 16 ile 18'in cəmi eləyəcək 34. A variantı. Üçüncü sualda deyir, 6 dost birlikdə qələm almaq istəyir. Nərgizin 45. Baxın, buraya yazıram Nərgiz. Nərgizin 45. Aysunun 50. Əzizənin 55. Ayanın 60. Leylanın 65. Nüşabənin 70 qəpik pulu var. Nərgizlə Ayan. Nərgiz 45 ilə Ayan 60 105 eləyir. Və bu deyir 105 qəpiyə 7 qələm ala bilirlərsə 105'i 7'ye böləndə 1 15 düşəcək. Bir qələmimiz, bax buraya yazıram. Bir qələm 15 qəpikdir. Uşaqlar birlikdə cəmi neçə qələm ala bilirlər? Bunların cəmi ümumilikdə 300, bax bu uşaqların qələmlərinin cəmi ümumilikdə 345 eləyir. 345'i də bir qələm qiymətinə bölürük. Cavabımız düşəcək 23. Yəni 345 qəpiyə 23 dənə qələm ala bilərlər. Cavabımız C variantı. Dördüncü sualda. Kamil 1 saatda 26 səhifə. Kamil 1 saatda 26 səhifə. Namiq isə 1 saatda 32 səhifə oxuyur və 7 saatı soruşur. Birinci 26'yı 7'ye vururam. Eləyəcək 182. Sonra 32'yi 7'ye vururam. 7 saatı soruşuruq. Eləyəcək 224. Və bizdən 200 bunların fərqini soruşur. 224 çıxaq 182 bərabərdir 42'ye. 42, hələ 42. D variantı. 5-ci sual. Bir fermer yığdığı 1100 kilogram pomidoru 20 kilogramlıq və 24 kilogramlıq yeşiklərə yığaraq zavoda göndərmək planlaşdırır. 20x plus çəki bilmirik. Yenişin sayını bilmirik. 24x bərabərdir 1100. Eləyəcək 44x 1100'ə. X bərabər 25'e. Və bizdən neçə kilogramlıq 24 kilogramlıq yeşil soruşursa 25'i 24'e vururuq. Cavabımız səhvləməmsal edir 600. Bəli. Burada deməli bizə deyir ki, bunları silək. Bütün bunlar PDF olaraq izahlarınızda var, qruplarınıza atılıb. 6-cı sualda deyir ki, rəqəmləri fərqli 5 müxtəlif 3 rəqəmin natural ədədinin cəmi ən az neçə olar? 5 müxtəlif 3 rəqəmin natural ən az deyirsə, mən ən az buradan 102, 103 rəqəmləri fərqli olaraq 103, 104, 105 plus 106 götürürəm və bunların da cəmi 520 eləyəcək. Ən az bu şəkildə yazıram. 7-ci sualda deyir. 180 dəftərin deyir ki, 180 dəftərin 5'te 4'ü. 180'in 5'te 4'ünü ilk öncə tapıram. 180'in 5'i bölündə 3
36. 36 ile 4'e vuranda 144. 144 dəftəri deyir 8 dost arasında bərabər bölür. 144'ü bölür 8'e eləyəcək 18. D variantı. 8-ci sual. Rəqəmləri ən az biri 0 olan və rəqəmləri cəmi 6 olan 3 rəqəmli natural ədədlərin sayını tapın. Deməli, ən az biri 0 olan və cəm 6 olan neçə ədəd var? Bir-bir yazmışam hamısını. Burada yazıram 105, 204, 303, 402, sonra ən az deyir, 402 rəqəmlər cəm. Sonra 600, sonra bu 5 ilə yerlərini dəyişmişəm, 150, 240, 330 və 510 formasında yazmışam. 510, 420 də yaza bilərsiniz. Natural ədədlərin rəqəmlərindən ən az biri 0 olan və rəqəmləri cəmi 3 rəqəmli natural ədədlərin sayını tapın. Bunlar sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada 9, 510'sa 420, 330, 10, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə, bəli. Deyir, mahnəyə səhv yazmışam. 11 dənə eləyəcək. 9-cu sual. Təkliklər mərtəbəsindəki rəqəmi A olan bütün iki rəqəmli natural ədədlərin cəmi 468 olarsa, mən bunu bu şəkildə yazmışam. Məsələn, 1A, 2A, 3A sonu A ilə bitirirsə, 12 plus 22 plus 32, 2 rəqəmli natural ədədlər 32, 42, 52, 62, 72, 82, 92. Bunların cəmi ancaq 462 eləyir. Yəni sona 2 yazanda. Məsələn, 468 eləyir. Neçə dənə mən rəqəm yaza bilərəm ki, sonu məsələn 8 dənə bilsin. Mən 9 dənə tək 2 rəqəmli ədədlər yazdım və sonuna 2 yazdım. Ona görə 12, 22, 32, 42 bunların cəmi 468 elədiyinə görə mən A'yı 2 götürdüm. 10-cu sual. Əkinci kənar uzunluqları 48 metr və 72 metr olan düzbucaqlı şəkildə bağın kənarlarına künclər də daxil olmaqla eyni məsafələrdə ağac əkir. İki ağac arasındakı məsafə 20 metrdən az olacağına görə əkinçiyə lazım olan ağacların sayı ən az neçə olar? Deməli, 48 metr düzbucaqlı şəklində bağın. 48 ilə ilk öncə 72'yə deməli, iki ağac arasındakı məsafə 20 metrdən az olduğuna görə 48 ilə 72'yə bölünəndən bir dənə ortaq bölən tapmalıyıq. Mən 12 yazdım. Yəni hər ağac arası məsafə 12 metrdirsə, 48 12'yə böləndə 4 düşəcək, 72 12'yə böləndə 6 düşəcək. Yəni düzbucaqlının ağac sayına görə eninə 4 dənə, uzunluğuna 6 dənə ağac bastırmaq olur. Ağac əkmək olur və mən bunun perimetrini tapsam, perimetrinin sayını tapsam, 4'ün üstə 6 gələndə 4 üstə gələk 6, 10, perimetrdə də 2'yə vurulur, eləyəcək 20 C bəndi. 11-ci sual. 363 ədədini A ədədinə böldükdə qalıq 3 alınır. Neçə belə A tək ədədi var? Baxın, bu hissədə 3 dənə ədəd almışam. Deməli, qalıq 3 almışamsa 5, 9 və 15 ifadəsini yoxlamışam, cavabımı almışam. Yəni A ədədinə böldükdə qalıq 3 alınır. Neçə belə A tək ədədi var? 3 dənə yazmışam. 5, 9 və 15. Yoxlayıb da yaza bilərsiniz. 12-ci sualda deyir, Nurtənin 3 sual həll etdiyi vaxtda Ramiz 5 sual həll edə bilir. İkisi birlikdə 120 sual həll etmiş olarsa, Ramiz Nurtəndən neçə sual çox həll edib? Bunları toplayanda 120 daha doğrusu. 8 x bərabərdir 120'yə, x bərabərdir 15'ə,
X15-dirsə, Ramiz Nurten 45'dir. Ramiz 75'dir. 45'ten de 75'ten de 45 çıxanda cavabımız eləyəcək 30 D variantı. Tərəfləri 3 cm kvadratlar ilə aşağıdakı fiqur düzəldilir. Fiqurun perimetrini tapmaq üçün 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 30'u var və bu qırıq-qırıq hissələri isə 2 dənəsini 2 dənə yazsa, məsələn bu hissə 2-yə bərabərdir. Məsələn bu buranı tamamlayır. Ona görə hər iki tərəfinə əlavə 2'lər artırsam, daha doğrusu neçə dənə saydım? 10 dənə saydım. 10 dənə saydım. Hər tərəfinə bir dənəsini tamamlasam, cəmi 12 dənə eləyir. 12'yi də 3'ə vuranda 36 eləyir. Bir də başa salım. 10 dənə ümumi tərəf saydım və bu kənar hissələri var ki, hansı ki bunlar tam deyil. Bax bu ikisini bir sayıram mən. Həmişə bu ikisini bir sayıram, ona görə 12 olur. 12'yi də 3'ə vuranda 36 eləyəcək. 14-cü sualda. AB natural ədədlərdir. AB 54 olarsa, A plus B cəminin ən çox neçə olar? 54 isə 1 vuraq 54'dür. Ən çox da cəm eləyəcək 55. Məsələn, buraya yazıram. 1 vuraq 54. Eləyəcək neçə? 55. Bu qədər saydım. Digər, bu rəqəmlərdən yazılan rəqəmləri, müxtəlif cür rəqəmlər ədədləri artan sıra ilə yazsaq, sırada 15-ci ədəd hasıl olar. Bu şəkildə yazmışıq. Məsələn, 1, 2, 3, 4, 1, 2, 4, 3, davam edirik, getmişik və sırada 15-ci ədəd 3, 2, 1, 4, 3214 ədədi olur. Bu da bizim B variantımızda var. 15-ci sualımızın da sonuna gəldik. Bu PDF formasıdır. Baxın, yazılıb, hər biri burada qeyd olunub. Baxa bilərsiniz. Qrupumuza qoşulmaqla bu PDF-i də əldə edə bilərsiniz. İnşallah elə isə 11'də görüşərik.